Salam, hər vaxtınız xeyir. Mən Əzimli Əfruzə, ibtidai sinif müəlliməsi. Bugün sizlərlə məntiqdən belə bir sualın izahına baxacağıq. Belə suallarda adətən hərflərin birinci sırasını işarələyirik. Daha sonra rəqəmlərin birinci sırasını işarələyəcəyik. İlk gələn rəqəmlərimizi. Fikir verirsinizsə, hərflərdə işarələdiyimiz hərflərin içərisində 2A-dan istifadə olunub. Yəni birinci sırada 2A var. Rəqəmlərdə də birinci sırada 2 dənə 1 işlənib. Bir D variantında 1, ilk rəqəm, bir də B variantında 1. Deməli, A-nın qiyməti bərabərdir 1-ə. A 1-dir. Daha sonra keçirəm ikinci sıraya. İkinci sırada fikir verirsinizsə 2 Y-dan istifadə olunub. İndi baxacağıq rəqəmlərə. Rəqəmlərdə ikinci sırada 1, 9, 9, 7, 6. Fikir verirsinizsə 2, 9-dan istifadə olunub. Yəni, buradan da məlum olur ki, Y-nın qiyməti 9-dur. Daha sonra keçirik üçüncü sıraya. Üçüncü sırada fikir verirsinizsə 2 N-dan istifadə olunub. Və üçüncü sıra rəqəmlərdə 0, 3, 4, 5, 4 işarələdim. Və fikir veririksə 2 N, 2 dənə 4-dən istifadə olunub. Deməli, N-nın qiyməti də 4-dür. Və sualımızdan artıq cavabımız məlum olur ki, 9 ilə başlayıb 4 ilə bitən variantımız